Salam əziz və dəyərli müəllimlər. Time 2025-ci il test bankından isim bölməsinin testlərinin gəlin keçək izahına. Əvvəlcə qeyd edim ki, bu Time-in təzə test bankından olan isim bölməsinin testləridir. Yəni 2025-ci ilin test bankının suallarıdır. Gəlin isim bölməsindən başlayaq. Bəzi əvvəlki test bankından bəzi dəyişikliklər var. Köhnə test bankından bəzi suallar çıxarılıb, yeni suallar əlavə edilibdir. Buna görə də gəlin isim bölməsinin testlərindən başlayaq. Birinci sualımız complete the sentence with the most appropriate option. Cümləni daha uyğun, ən uyğun variantla biz tamamlayaq. Composed by Beethoven continue to inspire musicians around the world. Deməli, burada biz baxırıq ki, bizim xəbərimiz cəmdədir. Deməli, biz PC təkdə götürə bilmərik. A variantını çıxırıq. C variantını yenə PC təkdə götürə bilmərik. Çıxırıq. Daha sonra baxırıq B variantına. These music pieces. Əgər pieces burada cəmlənirsə, this verilməsi yanlışdır. Cəm forması these şəklində verilməli idi. Daha sonra Y variantına baxırıq. Music sayılmayan isim olduğu üçün biz onu these cəm forması ilə verə bilmərik, yanlışdır. Deməli, D düzgün cavabdır. These pieces, pieces cəmləndiyi üçün continue xəbərimiz əgər cəmdədirsə, deməli pieces cəmlənməlidir və these ilə ifadə olunmalıdır. Beethoven tərəfindən bəstələnmiş bu musiqi parçaları dünyadakı musiqiçiləri ilhamlandırmağa davam edir. D düzgün cavabdır. İkinci testə baxırıq. Find out the most appropriate option, ən uyğun cavabı variantı seçək. The university's admission criteria include high academic performance, extracurricular involvement and a strong personal statement. Deməli, biz burada nəyə diqqət etməliyik? Kriteriya feilinin işlənməsinə. Kriteriya cəmdə işlənən bir isimdir və xəbəri cəm tələb edir. Deməli, A variantımız düzgün cavabdır. B variantı kriteriya cəmdə olduğu üçün xəbər tək də ola bilməz. B variantını çıxırıq. C variantına baxırıq. Criterion təkdə olduğuna görə includes olmalıydı. Deməli, C variantı yanlışdır. D variantına baxırıq. The universities, deməli, admissions criteria. Bu yanlışdır. Yəni, apostrof esin burada verilməsi yanlışdır. Çünki burada universitetin qəbul kriteriyalarından söhbət gedir. Yəni, universitet apostrof es ilə ifadə olunmalıdır. Y variantına baxırıq. The University of Admissions criteria. Bu da tamamilə yanlış bir quruluşdur. The universities, yəni universitetin qəbul kriteriyasından söhbət getməlidir. Ona görə yəni burada apostrof s verilməli idi. Universities admission criteria, admission burada sadəcə təyin rolunda oynayır. Deməli, A düzgün cavabdır. Üçüncü testə baxırıq. Find out the most appropriate option, ən uyğun variantı seçək. There are several endangered species in the Amazon rainforest that need protection. Burada nəyə diqqət edirik? Species bilirik ki, tək və cəmi eyni olan bir isimdir. Və əgər species burada cəmdə götürürsək ki, daha doğrusu cəmdə götürməliyik. Çünki several cəm isimli işlənir. O zaman zera da cəmdə işlənməlidir. Və Z need olan hissədə cəmdə olmalıdır. Çünki deyək ki, bir neçə təhlükədə olan, nəsli kəsilməkdə olan belə deyək, species növlər var ki, Amazon yəni cəngəlliyində növlər var ki, hansı qorunmağa ehtiyacı var. Yəni bu need feili species ilə bağlıdır. Cəmdə olduğu üçün xəbərimiz də cəmdədir. Deməli, A variantımız bizim düzgün cavabdır. B variantına baxırıq. This book series explore. Əgər biz bunu təkdə götürürsə, əgər this vermişiksə, deməli təkdədir. Onda bizim feilimiz də təkdə olmalıdır. Explores cəmdə ola bilməz. C variantına baxırıq. Scientists have discovered a new plant species that thrive. Əgər species'i biz burada təkdə götürmüşüksə, çünki E artiklı varsa, deməli species təkdədir və bu zaman bizim xəbərimiz də təkdə olmalıdır. That thrives in extreme conditions. Baxın, bu da yanlışdır. Each species bilirik ki, each tək isimlə işlənir və xəbərimiz də place təkdə olmalıydı. Yanlışdır. Financial support and community involvement are an essential means. Baxın, burada iki dənə maliyyə dəstəyindən və cəmiyyətin cəlb olunmasından söhbət gedir. İki dənə vacib bir vasitə var və iki vasitə olduğu üçün təbii ki, cəmdə olmalıdır və burada ən artiklı olmamalıydı. Ara əsasən də həm də baxın, xəbərimiz də cəmdədir. Deməli, means burada cəm formada götürülürsə, ən artiklı işlənə bilməzdir. A variantımız düzgün cavabdır.
Dördüncü testimizə baxaraq düzgün uyğun variantı seçirik. Cotton sayılmayan isimdir. Article tələb etmir, article işlənə bilməz. This is a Turkish coffee. Əgər qəhvənin növündən söhbət gedirsə, article işlənə bilər ki, düzdür. Cotton yenə dediyimiz kimi pambıq material olaraq ümumiyyətlə pambıq mənasında sayılmır. I have a coffee once a day. A cup of coffee deməlidir. Yəni bir fincan, gündə bir dəfə bir fincan qəhvə içirəm deməkdir və bu da doğrudur. 2-4 D variantımız düzgün cavabdır. 5-ci testimizə baxaraq match the house, yəni biz bu hissələri birləşdirməliyik. A board of directors da, yəni burada idarə heyəti mənasını ifadə edir. A pack of cardsdır, yəni ki bir paçka kartdan söhbət gedir. A school of fishdir, burada balıq sürüsündən söhbət gedir. A hive of bees isə arı deməli yuvasından söhbət gedir. Arıların olduğu bir yuvadan söhbət gedir. Bunları əgər əlaqələndirsək 1D, 2 deməli B variantı, 3C, 4A ümumilikdə D düzgün cavabdır. 6-cı testdə bizdən səhv variantı soruşur. Bacteria are essential. Bacteria cəmdə olan bir isimdir və xəbəri də cəmdə işlənmişdir. A variantı doğrudur. The data analysis, baxın analysis təkdədir. Əgər burada E olsaydı cəmdə olardı. Təkdə olduğu üçün deməli təkdə olduğu üçün xəbərimiz də təkdədir. Deməli doğrudur. The needed data, baxın data xəbəri tək və cəmdə tələb edə bilir. Ona görə was şəkildə işlənməsi yanlışdır. 2 ismi yadda saxlayırıq. Data və media həm cəm formasında xəbəri tələb edir, həm də tək formasında. Yəni həm xəbər, data və media sözlərindən sonra həm təkdə, həm də cəmdə işlənə bilər. Deməli, D variantına baxırıq. The organization must act quickly to address the environmental crisis. Baxın, əgər crisis burada is-lə sonu bitənlər təkdədir deməkdir. Böhrandan söhbət gedir. Təkdədirsə bizim burada xəbərimiz were deyil, was olmalıydı. Ona görə D variantımız düzgün cavabdır. Yəni bizdən səhvi soruşduğu üçün. Numerous vibrant graffiti, onu da city was graffiti cəmdə işlənən isimdir və numerousdan sonra ümumiyyətlə cəm isim işlənir. Graffitinin də cəm forması ilə graffitidir və xəbərimiz də cəm ilə işlənir. Bu da düzdür. Yəni yanlışlıq yoxdur. D düzgün cavabdır. 7-ci testdə baxırıq, düzgün variantı seçirik. Are Adolf and Norris Maza Herians. Əgər biz burada deməli, əgər biz burada Adolf və Nora'nın ikisinin bir anasını nəzərdə tutsa, o zaman bir anadan söhbət getdiyi üçün are olmazdı. Və yaxud da ki, tək-tək şəxslər Adolf bir şəxs, Nora'nın anası bir şəxs, iki şəxsi nəzərdə tuturuqsa, okey, are xəbər cəmdədir, düz verilibdir. Amma Adolf kişi olduğu üçün heroines, qadın qəhrəman ola bilməz. Yəni istənilən ada variantı yanlış olur. B variantına baxırıq. B variantında deyir ki, is Adolf and Norris Maza. Əgər Adolf və Nora'nın birgə, yəni ikisinin anasından söhbət gedirsə, ikisinin eyni anası var, yəni belə deyək, hərəsinin ayrı-ayrılıqda deyil, ikisinin ortaq anası. Nə söhbət gedirsə, heroinin təkdə verilməsi doğrudur, amma sadəcə heroin heroinlə işlənir, yəni ənlə deyil, yanlışdır. Were Nora and Adolf's mother remembered as heroines. Burada baxın, iki şəxs var. Nora da qadındır, Adolf'un anası da qadındır və buna görə iki şəxs olduğu üçün xəbər were cəmdə verilir və heroines də cəmlənir. Bəli, Nora qadın olduğu üçün heroines sayıla bilər. Adolf'un anası da qadın olduğu üçün heroines sayıla bilər. C variantımız düzgün cavabdır. Were the sister. Baxın, sister burada təkdədirsə, həmişə xəbər özünə yaxın olan isimlə uzlaşır. Sister təkdədirsə, deməli biz onu were-lə verə bilmərik. Was olmalıydı, yanlışdır. Was the sister of Adolf's granddad welcomed as. Burada artıq heroinsində cəmlənməsi yanlış olacaq. Çünki tək bir insanla, bir bacıdan söhbət gedir. Were the sisters of Adolf and Norris. Baxaq. Deməli, okey, bura qədər doğrudur. Were the sisters olan hissə, sisters cəmdədir, were-lə işlənib. Adolf and Norris. Əgər biz demişdik ki, isimlərin hər ikisində apostrof s varsa, ondan sonra gələn isim nə olmalıdır? Cəmlənməli idi, yəni granddad olmalıydı. Deməli, Y variantı da yanlışdır. C düzgün cavabdır. 8-ci testə baxırıq. Bizdən qrammatik cəhətdən səhv variantı istəyir. A variantına baxırıq. Aunt Barbara's family. Aunt Barbaranın ailəsi were having breakfast. Yəni ailə üzvləri nəzərdə tutulanda xəbər cəmdə olur. Demək, Barbara xalanın ailə üzvləri səhər yeməyi yeyirdi. Nə zaman ki, yüksək bir səs, qapıda yüksək bir səs eşidildi, qalxdı. Bu doğrudur. The single mother's family consists of 3 people, her twin daughters and her. Demək deyir ki, subay ananın ailəsi
Burada ailə üzvlərindən söhbət getmir. Tək ailə burada vahid bir cəmiyyət kimi götürülür. Deməli, deyir ki, tənha ananın ailəsi 3 şəxsdən ibarətdir. Onun ikiz qızları və özündən ibarətdir. Yəni ailə üzvləri 3 şəxsdən ibarətdir deyə bilmərik. Ailə deməli 3 üzvdən ibarətdir və xəbəri tək tələb edir. Yəni family toplu isimdir. Ailə üzvləri nəzərdə tutulanda xəbər cəmdə A variantında olduğu kimi, əgər tək vahid bir unit kimi nəzərdə tutulursa, bu zaman xəbər tək tələb edir. Cooper's ship reached the harbor safe and sound after 80 day N80. Baxın burada N80 olmalıydı. N80 E80 olmasaydı başladığı üçün N80 olmalıydı. Ona görə C variantı düzgün cavabdır. Bizdən səhvi soruşduğu üçün. D variantı James sonu S ilə bitən şəxs adlarını biz həm S apostrof, həm apostrof S ilə verə bilərik. D-də bir yanlışlıq yoxdur. Cruz da təkdədir, xəbər təkdədir. It took 7 years for Berings and demək Chrikov's groups to cross Siberia. Hər iki tərəfdə baxan apostrof S olduğu üçün groups da cəmlənib. Deməli, burada bir yanlışlıq yoxdur. Bir dəqiqə, mən D-ni seçməli deyiləm. Çünki bizdən səhvi soruşur. D və Y-də səhv cavab yoxdur. Yəni, doğrudur verilən cümlələr. C düzgün cavabdır. And 80 day cruise olmalıydı. 9-cu testə baxırıq. Find out the grammatically correct sentence. Biz burada deməli bu testdə qrammatik cəhətdən düzgün cümləni seçməliyik. Public art has much different form. Baxın, form sayılır və ona görə də much ilə işlənə bilməz. A yanlışdır. Functions cəmlənirsə, biz artıq onu much-la da verə bilmərik onsuz da. B variantına baxılır. Public art has many. Many isə different forms and functions olmalıydı. Ona görə yanlışdır. Public art təkdə olduğu üçün xəbər cəmdə ola bilməz. Has olmalıydı. Yanlışdır. Public arts, art cəmdədir, xəbər cəmdədir. Many different forms and functions doğrudur. Deməli, ictimai incəsənətin çoxlu fərqli formaları və funksiyaları var. Hər ikisini both when it is created and its ongoing existences. Baxın, artsa aiddir bu. Bu zamanda they are created olardı. In their ongoing existences olardı. Yəni, it ilə verilməsi təkdir. Yanlışdır. Yəni, burada D-ni də çıxırıq. Y variantına baxırıq. Public art, baxın, təkdədir. Xəbərdə tək tələb edib. Many different forms and functions. Many-dən sonra cəmsim işlənib. Və burada when it is created and in its ongoing existence. Burada art təkdə olduğu üçün it is created verilibdir, it's verilibdir. Deməli, Y düzgün cavabdır. 10-cu testə baxırıq. Bizdən yenə qrammatik cəhətdən düzgün cümləni istəyir. Street arts, deməli, qrammatik cəhətdən düzgün cümləni istəyir. Street arts, art cəmdə olduğu üçün has ola bilməz, have olardı, yanlışdır. Street art təkdə olduğu üçün xəbər cəmdə olmazdı, has olardı, yanlışdır. Street art usually has a political and social messages. Deməli, has a political or social messages. Əgər burada ya artiklı varsa, messages'in cəmlənməsi yanlışdır. Çıxırıq. D variantı street art usually has a political or social message. Bəli, message təkdə olduğu üçün ya artiklından işlənib. Street art təkdə olduğu üçün has-lə işlənib. Deməli, D düzgün cavabdır. Y variantına baxırıq. Street art təkdə olduğu üçün have ola bilməz. Has olmalıydı. Yanlışdır. D düzgün cavabdır. 11-ci testə baxırıq. Choose a correct sentence with the positive case of the noun. Burada ismin yəli halda olan düzgün variantını istəyir bizdən. A variantına baxırıq. The journalist report on the event was more comprehensive than the eyewitness of the summary. Burada deyir ki, hadisə ilə bağlı jurnalistin məruzəsi deməli, xülasə ilə bağlı eyewitness ümumiyyətlə göz şahidi olmalıdır. Yəni, göz şahidi deməkdir. Göz şahidindən daha ətraflıdır. Deməli, burada əslində düzgün cümlə necə olmalıydı? Burada düzdür bu hissə. The journalist report olan hissə. Sadəcə olaraq digər hissədə deməli, belə olmalıydı. Was more comprehensive than deməli, the summary. Then the summary gəlməliydi. Sonra given by the witness, by the eyewitness olmalıydı. Yəni xülasədən göz şahidi tərəfindən verilən xülasədən daha ətraflıdır. Ətraflı idi şəklində olmalıdır. Yəni bu xülasənin göz şahidi bu məntiqli bir ifadə deyil. Then the summary given by the eyewitness şəklində olmalıydı. B variantına baxırıq. The Imperial of the Mongols Empires. Baxın, deyir, Monqol imperiyasının imperatorunun məqsədindən söhbət gedir. Deməli, söz yönlü birləşmələrdə biz The Imperial of the Mongol Empire, yəni Monqol imperiyasının imperatoru və onun məqsədi apostrof ilə verilib.
apostrof S söz önündən sonra gələn ismə verilməlidir. Yəni B variantında bir yanlışlıq yoxdur. C variantına baxırıq. Her cat in the corner of the kitchen. Bu yanlışdır. Burada belə olmalıdır ki, deməli her deməli cat in the corner of the kitchen kittens. Aha. Burada belə olmalıdır ki, her cat in the corner of the kittens. Bax, burada belə olmalıydı. Yəni, söz önlü birləşmə gəlməliydi. Deməli, mətbəxin küncündə olan pişiyin balaları. Her cat in the corner of the kitchen. Yəni, belə bir ifadə ümumiyyətlə advanced grammarlərdə var. Cat in the corner of the kitchen, belə deyək, kittens və yaxud da ki, cat in the kitchen, apostrof S, kittens şəklində. Və bu şəkildə olmalıdır. Sözün necə ki, B variantında The Emperor of the Mongol Empire söz önlü ifadəni verir, sonra apostrof S ismi işlətdiyi. Burada da eyni zamanda her cat in the corner of the kitchen-ı verib, apostrof S sonra kittens olmalıydı. Yanlışdır. Supporting the unemployed needs, ümumiyyətlə isimləşmiş sifətlərin yəli yalı of ilə düzəlir. The needs of the unemployed olmalıydı. Həm də belə deyək də, needs əgər təkdədirsə, needs cəmdədirsə, burada iz verilməsi də yanlışdır. Michelangelo's the most famous sculpture. Baxın, burada deyir ki, Michelangelo'nun ən məşhur abidəli, belə deyək, heykəltıraşlıq abidəsi. Bu zaman biz yəli aldan sonra Z artiklını işlətmirik. Bax, burada da problem, səhv buradadır. B düzgün cavabdır. 12-ci testdə baxırıq, bizdən yenə yəli alda olan düzgün cümləni istəyir. There were radical changes in life. Baxın, life expectancy, yəni ömrün uzunluğu, yaşam müddətindən söhbət gedir burada və yəli halla verilə bilməz. Bu yanlışdır. Yəni, life expectancy olmalıdır. Və yaxud da ki, clean water production-da burada yəli hal olmalı deyil. Yəni, clean water introduction olmalıdır. Vəssalam. A variantı yanlışdır. The public health aspect. Burada yanlışdır. Burada the aspect, the public aspect, yox, daha doğrusu the aspect of the public health olmalıdır. Yəni, ictimai sağlamlığın aspekti. Burada canlı deyil ki, biz bunu apostrof ilə veririk. Oflu birləşmə şəklində ifadə olunmalıydı. Yanlışdır. Many mythological stories tell of heroes encounters with giants or dangerous animals. Deyir ki, çoxlu mifoloji hekayələr tell of nəysə haqqında danışmaq deməkdir. Qəhrəmanların, baxın, qəhrəman cənlərini sonra isə apostrof verib. Qəhrəmanların encounters üzləşmək deməkdir. Üzləşmə. Nəhənglərlə və ya təhlükəli heyvanlarla üzləşmələri haqqında danışır. Yəni, C variantda bir yanlışlıq yoxdur. D varianta baxırıq. Also the penguin's natural habitat is, burada bir yanlışlıqdır penguinin, yəni penguinlərin təbii yaşayış yerindən söhbət gedir. Mühitindən söhbət gedir. Is in polar regions. Baxın, burada yəli hala ehtiyac yoxdur. Yəni, polar regions olmalıdır. Vəssalam, qütb əraziləri, burada qütbün əraziləri demirik ki, qütb əraziləri yəli hala olmamalıdır. Y varianta baxırıq. A persons olmaz. A person apostrof S olmalıydı. Və yaxud da ki, deyir ki, a person apostrof S olmalıydı. Sonra emotional state is reflected in the condition of internal organs. Yəni, burada yenə sonda da apostrof S ehtiyac yoxdur. Deməli, yanlışdır. C düzgün cavabdır. 13-cü testə baxırıq. Burada bizdən düzgün cavabı istəyir. Birinci növbədə testə baxanda şərtə diqqət etmək lazımdır. Düzgün cavab istəyir. The astronaut safe return. Baxın, burada deyir ki, astronautun təhlükəsiz, yəni sağ-salamat qayıdışı. Burada the astronaut apostrof S olmalıydı. S aydın görünmür. Yəni, belə apostrof S olmalıydı. The astronaut apostrof S safe return. Bax, bu şəkildə olmalıdır. Ona görə yanlışdır. B variantına baxırıq. Uşaqların oyunundan söhbət gedir. Burada children apostrof S olardı. Children's play. Yanlışdır. It is the people's right to know what burada da insanların haqqıdır. People's right olmalıydı. Yanlışdır. Adults have their own toys and children have theirs. Adult toys, yəni yetkin insanların oyuncaqları. Burada yenə apostrof S olmalıydı. Yanlışdır. The life expectancy hər hansı bir deməli yəli halı olmur. Of infants burada doğrudur. Yəni körpələrin həyat, yaşam, belə deyək, müddəti, körpələrin yaşam müddəti oflu birləşmə şəklində verilibdir. Doğrudur. Yəni yerdə bir yanlışlıq yoxdur. 14-cü testə baxırıq. A lump of coal, bu doğru ifadədir. A flock of birds doğrudur. Yəni quş sürüsündən söhbət gedir. Bu da doğrudur. Deməli, bir ədəd kömürdən söhbət gedir.
bir dilim kömürdən söhbət gedir, belə deyək. Doğrudur. A hive of bees, yəni arı yuvası, bu doğrudur. A gaggle of goose. Goose biz ümumiyyətlə bu ifadələrdən sonra ismi cəmləndirməliyik. Əgər sayıla bilən isimdirsə, burada goose'un cəmlənməsi yanlışdır. Goose, geese şəklində olur. Kökündən dəyişir cəmlənərkən. A litter of puppies, burada da deməli itlərin ümumiyyətlə dəstəsindən, bala itlərdən söhbət gedir və ifadə doğrudur. A pack of wolves da cəmləmə səhvdir. Yəni wolves bax bu şəkildə olmalıydı. Ona görə yanlışdır. A name of soldiers doğrudur. A herd of cattle da ki sonunda s olmamalıdır. Cattle belə deyək cəm isimdir və onun s ilə əlavə cəmləndirməsinə ehtiyac yoxdur. An arm of arms, okay, bu doğrudur. A colon of louses kökündən dəyişən isimdir. Lice olmalıdır. Lice. Bax bu şəkildə lice. Yanlışdır. Louse, lice olur. Mouse, mice olur. Goose, geese olur. Wolf, wolves olur. Cattle da cattle şəklində qalır. A düzdür. 15-ci testə baxırıq. Find out the option in which the underlined word is wrongly expressed. Baxın, bizdə bu diamondla bağlı səhv ifadəni soruşur. A diamond necklace was twinkled around her neck. Deyir ki, brilliant boyunbağı onun boynunda parıldayırdı. A variantına baxaq. Morphological characteristic is a noun. Bəli, diamond, brilliant isimdir. Morfoloji deməli cəhətdən isimdir. Sintaktik cəhətdən isə təyindir. İndi gəlin baxaq B variantına. Çünki brilliant boyunbağı hansı boyunbağı? Burada diamond nitq hissəsi olaraq isim ola bilər. Amma belə deyək, cümlə üzvü olaraq təyindir. Hansı boyunbağı? B variantına baxırıq. Morphological category singular and common case. Bəli, diamond common case'dir. Doğrudur. Ümumi isimdir. Xüsusi deyil. Yəni ümumi isimdir və singular təkdədir. Bu da düzdür. C variantı syntactical function is an object. Xeyr, tamamlıq deyil burada diamond. Burada diamond təyindir, attribute-dür. Deməli, düzgün cavab C olacaq bizdən səhvi soruşduğu üçün. The word diamond is not compound. Bəli, mürəkkəb isim deyil. Sadə, simple noundur. Bu da yanlışdır. Lexical meaning is a transparent. Daha doğrusu yanlış deyil. Çıxırıq. Yəni düzgün cavabdır bu. Sadəcə bizdən səhvi soruşduğu üçün biz D-ni seçmirik. Çünki D-də verilən fikir doğrudur. Lexical meaning is a transparent, extremely hard, precious stone. Yəni leksik mənası da nə deməkdir? Diamond'ın. Şəffaf, olduqca dəyərli, ağır, dəyərli, qiymətli daş mənasında işlənir. Bu da düzdür, yəni. Səhvi soruşduğu üçün C düzgün cavabdır. 16-cı testə baxırıq. 16-cı testdə bizdən yəli halda işlənən səhv variant soruşur. The crowd became more and more excited as the premier's motorcade approached. Burada deyir ki, baxın, premier's motorcade nə deməkdir? Baş nazirin karvanına söhbət gedir. Yəni, arda-arda bir neçə maşın gəlir baş nazir maşının arxasınca. Və baş nazirin karvanı, yəni burada bir yanlışlıq yoxdur, düzdür. The two girls never good with each other, which qız deməli çox bir-birinə mübahisə etmir. They even wore each other's clothes sometimes. Bəzən hətta onlar bir-birinin paltarlarını geyinirdilər. Heç vaxt mübahisə etmirdilər, bir-birlərinin paltarlarını geyinirdilər. İki şəxs olduğu üçün icazə apostrofesi ilə veririk. B variantı düzgün cavabdır. A personality test. Bax, bu yanlışdır. Ümumiyyətlə, şəxsiyyət testi yəli halda işlənmir. A personality test. Bax, bu şəkildə olur. Deməli, səhv soruşduğu üçün C düzgün cavabdır. The integrity of the company computers network. Baxın, burada deməli, şirkət kompüter şəbəkəsi ifadəsidir və bu doğrudur. Companies, computers, network of the integrity deməli onların birliyindən söhbət gedir. May have been undermined by hackers. Yəni hakerlar tərəfindən bu dağıla bilər, yəni pozula bilər. The integrity bu bütövlüyü pozula bilər, yəni şirkət kompüter şəbəkəsinin bütövlüyü. Deməli, D variantdan yanlışlıq yoxdur. Burada həm of, həm də deməli double genitive sayılır burada. Həm of, həm də apostrofe s var. Yəni doğrudur. Ümumiyyətlə bir şey deyim. Kompüter cansız isimdir. Amma biz onu ofla şəklində, onun tərkib hissələrindən söhbət edərkən ofla deməli birləşmədən istifadə edirik. Məsələn, the keyboard of the computer, yəni computer's keyboard deyə bilmərik. Ya the keyboard of the computer və yaxud da a computer keyboard. Yəni noun şəklində verə bilərik. Amma burada şirkət kompüterinin şəbəkəsindən söhbət gedir. Yəni apostrofesi ilə verilə bilər. Diplomat var, diplomatın işi. Burada da bir yanlışlıq yoxdur. Tək isimdir, apostrofesi ilə verilib. Səhvi soruşduğu üçün C düzgün cavabdır.
17-ci testə baxırıq. Which of the options with nouns is wrong? Baxın, yenə bizdən wrong, səhvi soruşur. Görək hansı variantda isimlər səhv edilir. Yesterday was a busy day. I started my morning with a cup of coffee. Demək, birinci cümlədəki baxırıq. A cup of coffee doğrudur, bir fincan çay. Later I went to the market to buy some fresh vegetables. Vegetables cəmlənə bilir, some cəmsi. Doğrudur. While shopping, I also picked up a little bread. Baxın, a little sayılmayan isimlə işlənir. Bread sayılmadığı üçün cəmlənə bilməz. Deməli, 3 variantlarda olmalıdır. Və bir də dedik ki, birdə də bir yanlışlıq yoxdur. Biri çıxsaq, C düzgün cavab qalır. İndi amma baxaq yenə. Biri çıxdıq, ikini çıxdıq. Sonra davam edək. 4-ə baxırıq. In the afternoon, I decided to visit the library to borrow a few books. Baxın, a few cəmsim işlənib, məqəzin isə cəmsim işlənib. 4-də də bir yanlışlıq yoxdur. Çıxsaq da oradan da C variantı düzgün cavab olur. Davam edək amma. Before heading home, I stopped by the park to relax on the grass. Yəni, grass sayılmayan isimdir. Düzgün şəkildə enjoy the sunshine da sayılmayan isimdir. Düzgün verilibdir. Bir yanlışlıq yoxdur ümumiyyətlə 5-də. 6-ya baxıraq. When I finally got home, I realized I forgot to buy a rice. Rice, baxın, düyü sayılmır və article işlənə bilməz. Deməli, 3-6 düzgün cavab oldu. 18-ci testə baxırıq. Düzgün variantı seçin. Soruşur bizdən 4 days trip. Baxın, fordan sonra gələn isim cəmlənib. S apostrof verilib, trip isim gəlib. Bir düzdür. Trip of 4, əvvəla 4 days cəmlənməli idi və trip sayıldığı üçün a trip olmalı idi. Yanlışdır. 3-4 day trips. Bu doğrudur. Baxın, əgər 4 sayla isim arasında defis varsa, o zaman hər hansı bir cəmlənmə ola bilməz və 3 sözünə görə biz burada tripsi cəmləndirmişik. Çünki 3 ədəd 4 günlük səyahətdən söhbət gedir. Yəni 1-3 düzdür. 4 day bu yanlışdır. Çünki 4-dan sonra gələn isim cəmlənməli. Yəni S sonra apostrof olmalı idi və ya artikeldə işlənmir. 4 days S apostrof trip. Bu da yanlışdır. 2 də yanlış idi. Deməli 1-3. C variantımız düzgün cavabdır. 19-cu testə baxırıq. Bizdən düzgün cavabı soruşur. A 2-day holiday. Baxın, deməli sayla isim arasında özündən sonra gələn isim arasında defis olduğu üçün hansı bir cəmlənmə baş vermir. Holiday sayıldığı üçün artikel işlənir. Bir düzdür. 2 days. Əgər defis yoxdursa, turdan sonra gələn isim cəmlənib, S apostrofla verilir və artikeli işlətmirik bu quruluşda. 1-2 düzdür. Sonra defis varsa biz apostrof S-dən istifadə etmirik. Today, əgər apostrof S var, defis varsa da biz apostrof S-dən istifadə etmirik. Yəni, ümumiyyətlə, defis varsa apostrof S olmaz. 1-2. A düzgün cavabdır. 20-ci testə baxırıq. 20-ci testdə Time-in əvvəlki test bankında da var idi bu test və orada da all of them variantını götürmüşdülər cavab olaraq. Amma bu yanlışdır. Düzdür. Biz ümumiyyətlə cow's meat, sheep's wool. Yəni, əvvəla qeyd edeyim ki, burada düzgün cavab 1-3-dür. Yəni, 1, bir də 3. Çünki biz əgər heyvanın özünə zərər vurmadan onun məhsulundan istifadə ediriksə, apostrof S ilə verilməlidir. Və burada inəyin südündən söhbət gedir. Biz inəyə zərər vermədən, öldürmədən onun südündən istifadə edə bilirik. Qoyunun yunundan ona zərər yetirmədən, onu öldürmədən qoyunun yunundan istifadə edə bilirik. Deməli, 1-3 düzdür. Və əgər o öldürmədən istifadə ediriksə, apostrof S-dir. Yox, əgər ziyan vuraraq istifadə edirik, məsəl üçün, tülkünün xəzindən, a fox, fur. Yəni, orada isim işlənməlidir. Apostrof S ola bilməz. Ona görə də 1-3-dür. Qrammatik cəhətdən 1-3 düzdür. Bu qayda Sven-də də qeyd olunub, Michael Sven-də də qeyd olunub ki, 1-3 düzgün formada, amma 2-4 yanlış formadır. Ona görə də biz 2-4-ü götürməyəcəyik. Düzdür, 2-4-ü də bəzən düzgün hesab edirlər çünki mənada verilən nümunədə məna aydın ola bilir. Cow milk, yəni ilk növbədə insanın ağlına inək südü gəlir. Amma qrammatik cəhətdən 1-3 daha düzgün cavabdır. Yəni dediyim Sven kitabında da bu cür qeyd olunub. 21-ci testə baxırıq. Find out the most appropriate variant. Large herds of bisons. Bax, burada ümumiyyətlə bison məsələsidir. Bizonlar, yəni. Qeyd edim ki, baxın, Cambridge-dir, Oxford-dur. Bir isə başqa, deməli, başqa lüğətlər var ki, onlar da bisonun cəm formasını özü kimi götürürlər. Yəni, bison, bir bizon, bizonlar bison. Yəni, tək və cəmi eynidir. Yəni, cəm şəklində götürülmür. Sadəcə bir tək long one-da cəm formasını S ilə qəbul etdiyini göstərir. Amma, yəni bu testi tərtib edən də əsasən Cambridge əsasən götürüb. Ona görə haradakı cəmlənibsə, onu düzgün götürməyib. Bax, burada da cəmlənib. 1, 3 çıxırıq. Deməli, 2, 4, C variantımız düzgün cavab qalır. Yəni, bir çox deməli, lüğətlərdə də bisonun tək və cəmi eyni olduğu üçün mən də eyni olmasının tərəfdarıyam. Yəni, eyni olmasının götürülməsinin tərəfdarıyam. Hərgah Longmont əsaslı bir deməli, lüğətdir. Longmont da çox gözəl bir lüğətdir, amma
Yəni Longman'da Bison'ın tək və cəmini həm cəm formasını belə deyək, həm Bison, həm də Bison şəklində verir. Amma yenə dediyim testdə tərtib edən olanı əsas götürməyib, əsas Cambridge əsas götürür. 22-ci testə baxaq. Qeyd edim ki, belə mübahisəli sual imtahana düşməz, narahat olmayın. 22-ci suala baxırıq. Find out the grammatically correct sentence. Qrammatik cəhətdən düzgün cümləni seçək. Baxın, bacterium təkdədir, bakteriya cəmdədir. Əgər bacterium cəmdədirsə, bacterium təkdədirsə, ar ola bilməzdi. İz olmalıydı. Ona görə yanlışdır. Həm də burada sayıldığı üçün E artiklı, E-bacterium olmalıydı. Və təbii ki, burada tek olduğu üçün Z-R işlənməsi doğrudur. It is a simple organism. Həm də burada baxın, E artiklı da yoxdur. It is a simple organism. Həm də orqanizm təkdə olduğu üçün consist olmalıydı. Yəni, görürsünüz, bir cümlədə nə qədər səhv var. A variantını çıxdıq. Bizdən düzgün cavab istəyir. Bacterium. Baxın, bəs bunun artiklanı bacterium olmalıdır. Is the smallest living things. It's a simple organisms. Baxın, əgər it is desə, niyə biz bunu cəmləndirək ki? Təkdə olmalıdır, consist olmalıdır. Deməli, B də yanlışdır. C variantı. Bakteriya cəmdədir, xəbəri də cəmdədir. The smallest living things, okey, bu da cəmdədir və cəmdə olduğu üçün Z-R da işlənibdir. Orqanizm isə avtomatik olaraq cəmlənib və orqanizm cəmlənirsə xəbər təkdə olmalıdır. Yəni biz buradakı consist-dəki sondakı S-i götürməməliyik. That consist çünki orqanizmizə aiddir. C variantı da yanlışdır. D variantına baxıb bakterium. Yenə dediyimiz kimi burada Y artikl olmalıdır. Is the smallest living thing. Bu doğrudur. Bakterium təkdə olduğu üçün Z olması düzgün deyil. It's a simple organism olmalıdır. A simple organism. Yanlışdır. Y variantına baxırıq. Bakteriya cəmdədir, R cəmdədir, things cəmdədir. D R-la əvəzə olunubdur, orqanizm cəmdədir, xəbər yenə cəmdədir. Deməli, Y düzgün cavabdır. 23-cü testə baxırıq. Campbell and Robertson Faze is an engineer. Baxın, burada ikisinin ortaq atasından söhbət gedir. Bu doğrudur. Bizdən inappropriate, yəni uyğun olmayan variantı seçin. Yəni səhv variantı seçmək. Campbell və Robertsonun bir atası var və o ata da mühəndisdir. Bu düzdür. Campbell apostrofes, hər ikisi apostrofes varsa, demək fazis cəmləməli, xəbər cəmləməlidir və engineer isə cəmlənməlidir. Bu da düzdür. C variantına baxırıq. Campbell and Robertson Faze are engineers. Biz burada Campbell'ı bir şəxs götürürük, Robertsonun atasını isə bir şəxs götürürük. Campbell və Robertsonun atası nədir? İki şəxs olduğu üçün engineers, mühəndisdirlər. Düzgündür. Cəmlənib. Campbell and Robertson Faze work here. Baxın, burada da yeni iki şəxs götürürük. Campbell'ı, bir də Robertsonun atası. Burada və xəbər də avtomatik iki şəxs olduğu üçün, yəni Campbell bir şəxs, Robertson Faze iki şəxs və xəbər avtomatik olaraq cəmdədir və hiyə verilməsi də burada bir ipucudur. Deyir ki, Campbell'ın və Robertsonun atası burada işləyir. Deməli, iki şəxs burada işləyir. Biz məsəl üçün götürsək ki, Campbell və Robertsonun deməli, ortaq atası, bu zaman ortaq atası burada işləyir demək məntiqli deyil. Yəni, burada work işləməsi doğru deyil. Əgər ikisinin ortaq bir atasından söhbət gedirsə, o zaman onda xəbərimiz nə olmalıydı? Tək də olmalıydı. Yəni, burada hər hansı bir yanlış yoxdur. Tək ayrı-ayrı iki şəxsdən söhbət gedir. Bizdən səhvi soruşur. Çünki Campbell and Robertson Faze works together. Baxın, əgər biz bunu Campbell və Robertsonun ortaq atası nəzərdə tutsaq, deyir ki, o birlikdə işləyir. Yəni, ikisinin əgər bir atası varsa, iki qardaşdır da belə deyək, qardaşların bir atası varsa, birlikdə işləyir demək yanlışdır. Deməli, burada iki şəxs var. Campbell bir şəxsdir, Robertson Faze iki şəxsdir. İki şəxs varsa bizim xəbərimiz təkdə ola bilərmi? Xeyr. Work olmalıydı. Ona görə nədir? Səhv soruşduğu üçün Y variantı düzgün cavabdır. 24-cü testə baxıraq. My mother-in-law's garden. Doğrudur. Biz defislər bitən demək sözlərin yəri alını sonuncu ismə veririk. Apostrof S. Cəmlənmə birinci hissəyə verilir. Məsələn, my mother's olardı. Yəni, birinci cəmlənmə birinciyə, yəri al ikinci hissəyə verilir. Bir düzdür. Today, zaman bildirən sözlər today'dir, yesterday'dir, tomorrow'da apostrof ilə düzəlir. İki də düzdür. The boss orders, yəni sonu S ilə bitən ümumi adi bir isimdir və sonu deməli, yəli al apostrof ilə düzəlir. Bu da düzdür. The BBC's news programs, BBC bir təşkilatdır, onun xəbər proqramından söhbət gedir, apostrof ilə ifadə olunur, düzdür. Yəni, burada all of them. A variantımız nədir? Düzgün cavabdır. 25-ci testə baxırıq. Bizdən qrammatik cəhətdən düzgün cümləni soruşur. A variantına baxırıq. Most coastal cultures developed the canoe. Deməli, deyir ki, əksər sahilyanı mədəniyyətlər qayığı inkişaf etdirib.
But there are many, baxın, many cəmsim işlənməlidir də, yəni bu yanlışdır. Most coastal cultures developed canus-u cəmləndirir, but there are much. Variations cəmlənirsə, yəni burada much olmaz axı, deməli yanlışdır. Həm də artıq canus-u cəmləndiribsə, çünki qayığın dizaynından söhbət gedir, its olmazdı, yəni z olardı, deməli yanlışdır. Most coastal cultures developed canoe, but there are many variations in its designs. Baxın, zira many cəmsim işlənib və canoe təkdə olduğuna görə its dizayn verib, deməli C düzgün cavabdır. D variantına baxırıq. Most coastal cultures developed canoes, but there are many cəmsim işlənməlidir. Axı burada variations S olmalıydı və ümumiyyətlə it apostrof S verilməsi yanlışdır və canoes cəmdə olduğu üçün Z olmalıydı burada. Deməli yanlışdır. Y variantına baxırıq. Deməli ya design həm də cəmlənməliydi. Most coastal culture developed canoe, but there are many variations in Z design. Bu yanlışdır. Çünki canoe'dan söhbət gedir. Z-yə yox, its dizayn olmalıydı. C düzgün cavabdır. 26-cı testə baxırıq. Choose the correct sentence with the positive case of the noun. Bizdə burada ismin düzgün yəli al formasını istəyir. As night approached, the lone fox of vigilant eyes. Bu yanlışdır ümumiyyətlə, ofla verilməsi. Yəni burada tənha deməli tülkünün ayıq-sayıq gözlərindən söhbət gedir. Burada apostrof S ilə verilsə doğru olardı. Yəni the lone fox apostrof S vigilant eyes. Deməli yanlışdır. As the months passed, Emily influence reached. Baxın burada Emily's influence olmalıdır. Yəni Emily'nin təsiri. Deməli yanlışdır. Daha sonra C variantına baxır. The commander sudden signal. Bəli, deyir ki, komandirin qəfil siqnalı geri çəkilmə ilə bağlı olan işarəsi əskərləri nədir? Məyus edib. Bu da doğrudur. Yəni komandirin geri çəkilmə ilə bağlı qəfil siqnalı. C düzdür. The agility of cheetahs surpasses those of most other large predators in the savannah. Baxın, burada deməli deyir ki, çitaların çevikliyi savannada olan əksər, deməli başqa digər böyük yırtıcıların əksəriyyətinə üstünlük təşkil edir. Və burada baxın, those of, that of ifadələrindən biz istifadə edirik. Və the agility, yəni burada müqayisə olunan cheetah ilə digər yırtıcı heyvanların belə deyək, agility-sindən söhbət gedir, yəni çevikliyindən söhbət gedir. Və burada bizim əvəz edəcəyimiz, nəzərdə tutduğumuz əslində agility-dir. Yəni digər heyvanların çevikliyindən söhbət gedir. Ona görə də agility təkdə olduğu üçün those verilməsi yanlışdır. That of olsa doğru olardı. As the moon rose high in the sky, we noticed this voice. Baxın, əgər burada this verilibsə, deməli boy apostrof S olmalıydı. Yəni S apostrof olmaz. Y variantda yanlışdır. C düzgün cavabdır. 27-ci testdə bizdən səhv variant soruşur. Əhməd unexpected bursting into tears. Baxın, deyir Əhmədin qəfil gözyaşına boğulması. Bu doğrudur. Apostrof E, sonra isə ismi birləşmə gəlir. A düzdür. Tom and James Brazos. Baxın, burada apostrof S verildiyi üçün Brazos cəmlənib xəbərdə cəmdir. Deməli B düzdür. The renovation of the house at Mr. Jackson's. Baxın, tək bir şəxs apostrof S ilə verilib və ev cansız olduğu üçün evin təmir olunması da yenidən bərpa olunması. Renovasiyası, yəni apostrof S ilə verilə bilməz, cansız isim olduğu üçün ofla verilib düzdür. After a few hours stop. Bax, burada problem var. Çünki a few-dan sonra cəm isim gəlir, baxın. Sonra S apostrof olmalıydı. Deməli D düzgün cavabdır. Tomorrow's meeting, bu doğrudur. Tomorrow'da yesterday'də, today'də apostrof S ilə düzəlir. Düzdür. 28-ci testə baxırıq. Choose a correct sentence with the positive case of the noun. Yəni ismin düzgün yəli al formasını seçmək lazımdır. We visited two shops of Mr. Graff's. Baxın, burada Mr. Graff bir şəxsdir, apostrof S ilə verilməlidir. Deməli, biz Mr. Graff'ın, yəni double genitive kimi verə bilərik bunu. Mr. Graff, apostrof S, two shops. Yəni, two shops of Mr. Graff, apostrof S. Bax, bu şəkildə ola bilərdi. Deməli, yanlışdır. We stopped by the bakers. Burada bakers cəmlənə bilməz. Baker, apostrof S verilməli idi, yanlışdır. The dinner table's legs. Bu yanlışdır, ümumiyyətlə. Burada apostrof S verilə bilməz. Yəni, of ilə verilməlidir. The legs of the dinner table. Bax, bu şəkildə olmalıydı. After a few years at the Wilsons. Ailəni bildirəndə Z, sonra Wilsons S apostrof verilir. Burada da o cür verildiyi üçün D düzdür. Y variantı, her skills are more advanced than that of.
Baxın, then that of ifadəsinə diqqət edirik. Burada that skills-i əvəz edir. Yəni bir daha təkrarlanmaması üçün deməli biz that of-dan istifadə və ya da those of-dan istifadə edirik. Və burada skills cəmlədiyi üçün that of verilməsi yanlışdır. Burada those of verilməli idi. Yanlışdır. D düzgün cavabdır. 29-cu testə baxırıq. In which of the following sentences is the nominal phrase used inappropriately? Baxaq görək nominal phrase ismi birləşmədən hansı səhv işlənibdir. Appropriately, yəni uyğun şəkildə işlənməyib. Baxırıq A variantına. The new shops. Baxın, ayaqqabı dükanı shoe shopdur. Yəni shoes shop deyil. Biz clothes shop deyirik. Okay, clothes cəmləndiririk. Amma shoes cəmlənmir. Yəni shoe shop deyirik. Ona görə A variantımız düzgün cavabdır. Customs officer gömrük işçisi doğrudur. The goods train yük qatarından söhbət gedir. Doğrudur. The scissors manufacturer release a new line of economic shears. Yəni burada da bir ismi birləşməni nəzərdə tutur. The scissors manufacturer. Yəni qayçı istehsalçısı. Yəni burada da bir yanlışlıq yoxdur. The earnings report. Yəni gəlir hesabatı. Bu da düzgün şəkildə verilibdir. Bir yanlışlıq yoxdur. Yəni A düzgün cavabdır. 30-cu testə baxaraq find out the appropriate variant with a mass noun. Mass noun sayılmayan isimdir. Və sayılmayan isimlə bağlı uyğun cavabı seçin deyir. Humans stopped using stone. Stone daş sayılmır. Yəni tək bir daşdan söhbət gedəndə biz onu sahib cəmləndirə bilərik. Amma ümumiyyətlə daşdan istifadə edirlər. Baxın, material olaraq nəzərdə tutulur. Bronz, bürüncdür, iron, dəmirdir. Yəni bunlar hamısı burada material kimi nəzərdə tutulduğu üçün sayılmır. Article-la işlənməyib. Stone, bu da düzdür. Bronz da iron da həmçinin. 2-yə baxırıq. You need elements like oxygen and carbon. Oxygen, karbon da sayılmır. Iron sayılmır. Və tək şəkildə işlədir. Burada da yəni bir problem yoxdur. 3-ə baxırıq. Serious peace building efforts must begin while peacekeepers are doing the right work. Baxın, right work. Yəni burada iş sayılmır. İşləməyində bir problem yoxdur. Məsnəunun. 4-ə baxır. This increase shows the willingness of the donor community to support the work. Yəni işi dəstəkləmək üçün yenə də burada bir problem yoxdur ümumiyyətlə. Sayılmayan isimlərlə bağlı olub sem. Yəni hamısı doğrudur. 31-ci testə baxırıq. Find out the right option about the word underlined. Altına xətt çəkilmiş sözlə bağlı. The right option. Düzgün variantı seçməliyik. The tornado is one of the most hazardous phenomenon of the nature. Tornado deyir ki, təbiətin ən təhlükəli, hazard təhlükəli, hazardous da təhlükəli deməkdir. Ən təhlükəli hadisələrindən biridir. Baxın, biz demişik ki, one of-dan sonra cəm isim gəlir. Fenomenon cəm forması fenomena bu şəkildədir. Deməli, yanlışdır. Avalanches, floods, tsunamis are the water-based disasters phenomena. Yəni cəmləmə bu cür olmalıdır. Fenomena bax bu şəkildə olmalıdır. Deməli B yanlışdır. An active volcano is a common. Burada da Y artikli olduğu üçün burada fenomena cəm formada verilməsi yanlışdır. Fenomenon olmalıdır. Çünki təkid tələb edir. E artikli var burada. Həm də bir vulkandan söhbət gedir. A meteorite is one of the risky outer space phenomena. Bəli, biz dedik ki, one of-dan sonra cəm isim gəlir. Deməli cəm isim gəlir. Fenomena da cəmdə olduğu üçün D düzgün cavabdır. Y variantda fenomenas cəmlənməsi yanlışdır. Yəni fenomena şəklində olur. Yəni S olmur sonda. Bu da yanlışdır. D düzgün cavabdır. 32-ci testə baxırıq. Complete the sentence with the most appropriate option. Ən uyğun variantı seçək. The teams was finally completed. Əvvəlcə nəyə diqqət edirik? Was təhdədir. Deməli, project cəm formada olanları seçə bilmərik. A və D variantına çıxırıq. Sonra baxırıq B variantına. The teams. Əgər yəli al varsa, yəli aldan sonra biz artikl işlədə bilmərik. Bax, burada ən 8-year project verilib. Ən artikl ola bilməz yəli alda. Çıxdıq. C variantı baxırıq. 8-dən sonraki gələn isim cəmlənməlidir. 8 years S apostrof olmalı idi. Deməli, C-də yanlışdır. 8-year project, 8-dən sonra əgər defis gəlirsə, hər hansı bir cəmlənmə baş vermir. Y variantımız düzgün cavabdır. 33-cü testə baxırıq. A woman driver, deməli, isim quruluşlarına da ki, belə deyək, mürəkkəb isimlər hansı ki, isimlə düzəlir. Əgər burada man, woman sözlərindən söhbət gedir xüsusilə. Əgər deməli cümlədə mübtəda vəzifəsindədirsə, yəni mübtəda mövqeyindədirsə, subject mövqeyindədirsə, o zaman hər iki tərəfdə cəmlənmə baş verir. Burada qadın sürücüdən söhbət edir. Qadın sürücü kim? Qadın. Mübtəda vəzifəsindədir və cəmləmə hər iki tərəfə verilməlidir. Woman drivers. Deməli, 1 düzdür, 2 düzdür. A man eater. Baxın, adam yeyən. Yeyən, kimi yeyən? Burada artıq tamamlıq məqamındadır. Yəni 3 düzdür.
Amma tamamlıq məqamında olanda biz sonuncu ismi cəmləndiririk. Yəni buradakı mən cəmlənməli deyildir. To, mən, eater şəklində verilməli idi. Yəni 1, 2, 3 düzdür. All except for, yəni 4-dən başqa hamısı doğrudur. 34-cü testə baxırıq. Bizdə yəli halına bağlı düzgün variantı istəyir. A variantı 2 days. Okay, bu isə düzdür. Apostrof S, amma yesterdays yanlışdır. Yesterday apostrof S olmalıdır. B variantı I borrowed the secretaries. Bu yanlışdır ümumiyyətlə. Secretary apostrof S olmalıydı. Yanlışdır. Historically China has a broad influence sphere in East Asia. Bu yanlışdır. Ümumiyyətlə deyir ki, tarixi cəhətdən Çinin Şərqi Asiyada geniş təsir dairəsi var. Bax, burada necə olmalıdır? A broad sphere of influence. Bax, əslində bizim cümləmiz bu şəkildə olmalıydı. A broad influence of sphere. Deməli, B, C də yanlışdır. The professor's work is little known outside the academic sphere of the university. Burada doğrudur. Professorun işi apostrof S ilə verilir və universitetin akademik sferası. Görürsünüz, the academic sphere of the university şəklində ifadə olunubdur. Yəni, burada biz academic sphere, sonra of, sonra da university-ni istifadə etmişik. Ona görə də nədir? 4-də 1 səhvlik yoxdur. Y variantına baxırıq. Daha doğrusu bir dəqiqə bizdən düzgün cavabı soruşur. Sorry. Düzgünü soruşduğu üçün düzgün cavabdır. D'də bir yanlışlıq yoxdur. A variantında dedi ki yesterday apostrof S olmalıydı. B variantı secretary apostrof S olmalıydı. Daha sonra C variantında a broad sphere, geniş sahə. A broad sphere of influence, yəni təsirin geniş sahəsi. Bu şəkildə olmalıydı. A broad sphere, deməli, a broad sphere of influence. Yanlışdır. Y variantı baxırıq. Latitude is a distance of a place north or south is a place north or south of Earth equator. Burada ümumiyyətlə söz yəliklik baxımından bir yanlışlıq yoxdur. Sadəcə olaraq burada the distance olmalıdır. Bir də the Earth equator olmalıdır. Yəni problem artikeldadır əslində. D düzgün cavabdır. 35-ci testdə bizdən səhv variantı soruşur. We should make a careful study of the old teacher, deməli, the old teachers teaching experience. Bu doğrudur. Baxın, burada deyir ki, yaşlı müəllimin öyrətmə təcrübəsinin diqqətli bir araşdırmasını deyir biz etməliyik. Yəni, double genitivdə həm of var, həm də apostrof S var. Yəni, düzdür. B varianta baxırıq. Everyone at the table was listening to the captain's experiences. Baxın, kapitanın sərgüzəştləri. Doğrudur. A small stone in his left shoe made Gulliver slow. Aha. Burada deyir ki, small stone in his left shoe. Onun sol ayaqqabısında olan kiçik bir daş. Baxın, bir ədəd daşdan söhbət getir. Materialdan söhbət getmir. Bu zaman artikellər işlənə bilər, cəmlənə də bilər hətta. Doğrudur. D varianta baxırıq. The diet of our family. Bizim ailəmizin pəhrizi. Yəni, yəli halda ofla verilibdir. Düzgündür. Y varianta baxırıq. The crown is surrounded by various precious stone. Baxın, various-dən sonra ümumiyyətlə cəm sim gəlir və stone burada cəmlənməli idi. Yəni, müxtəlif qiymətli daşlarla tac əhatələnir. Deməli, biz Y variantını düzgün cavab olaraq götürəcəyik. Axı, bizdən səhvi soruşurdu. Səhv də burada stonesun cəmlənməli idi. Cəmlənməsi idi. Yəni, cəmlənməli idi, belə deyək. Amma A variantında heç bir yanlışlıq yoxdur. B-də də captain apostrof ilə verilib düzdür. C variantı small stone verilməsi doğrudur. D-də də the diet of our family doğrudur. Yəni, Y variantı düzgün cavabdır səhv soruşduğu üçün. 36-cı testə baxırıq. Aside from and not. Deməli, variantlara gəlin baxaq. Milk sayılmadığı üçün artikeldə işlənə bilməz. C-ni çıxırıq. Milk həmçinin cəmlənə bilməz. D, Y variantını çıxırıq. Və cow, əgər this verilirsə, cow cəmlənməli idi. Cows, S apostrof olmalıdır. Yanlışdır. Düzgün cavab burada variantı verilir. Amma yenə başqa çarə qalmır deyəni biz anı götürürük. Amma əslində cow apostrof S şəklində verilməli idi. Yəni, digər variantlar qəti şəkildə ola bilməz. Çünki milk sayılmır, ya artikel işlənə bilməz, milk cəmlənə bilməz, milks şəklində ola bilməz. B variantında dedi ki, disdən sonra gələn isim cəmlənməli idi. Yanlışdır, cəmlənib S apostrof olmalı idi. 37-ci testə baxırıq. He found a lost key in. Baxın, trouser var, bu trouser tək işlənə bilməz. Tək o zaman işlənə bilər ki, təyin rolunda işlənərsə. Trouser pocket məsəl üçün, şalvar cibi. Bax, bu şəkildə işlənərsə tək işlənə bilər. Amma şalvar mənasında
işlənərsə, bu zaman biz trouser-ı mütləq cəmləndirməliyik. Çünki şalvar trousers-dır. A, B variantına biz çıxırıq. Jeans sözü də eyni zamanda cəmlənməlidir. Yəni jeans şalvardan söhbət gedirsə jeans olmalıydı. C variantına çıxırıq. D variantında the trouser pocket o düzgündür. Əgər təyin rolunda olursa, sondakı isim olmamalıdır. Amma burada baxın, trousers verilibdir. Olmaz, yəni. Sifət təyin məqamında olursa, trouser da demək, trouserın sondakı S olmamalıdır. Y yanlışdır. D variantı düzgün cavabdır. Həm də burada pockets, Y variantı pockets verilməlidir. Ümumiyyətlə, pocketsin cəmlənməsi də yanlışdır. Çünki o deyir ki, itmiş açarını cins şalvarının cibində tapdı. Yəni, ciblərində, deməli, bu açar bir cibdə olub da. Yəni, hər iki cibdə ola bilməz axı. Ona görə cib pocketsə cəmləməli deyil. 38-ci testə baxırıq. Today Heels of Shoe. Baxın, Heels of Shoe sayıla bilən isimdir. Heels of Shoe olmalıydı. Ona görə həm də Heels cəmlənə bilməz. Bax, bu yanlışdır. B variantına baxırıq. Heels of Shoes are expressing great concern about our health in the future. Bəli, burada bir yanlışlıq yoxdur. B düzgün cavabdır. Heels of Shoes cəmdə işlənir. Xəbər cəmdədir. Our health-də də bir problem yoxdur. C variantı baxırıq. Heels of Shoe. Əgər tək bir şəxsdirsə, o zaman Heels of Shoe olmalıdır. Yanlışdır. Həm də great concerns ümumiyyətlə sayılmır. Nə article, nə də ki cəmlənmir. Yəni, yanlışdır. D variantına baxırıq. Heels of Shoes cəmlənir. Xəbər cəmdə olubdur. Great concern olan hissə də doğrudur. Amma Heels'in cəmlənməsi yanlışdır. Y variantına baxırıq. Today Heels. Bu da yanlışdır. Yəni, today'sin cəmlənməsi ümumiyyətlə yanlışdır. Heels of Shoe təkdədir. Heels of Shoe olmalıdır və xəbər də tək tələb edir. Və great concern cəmlənmir. Heels amma düzgün verilir. Yəni, səhvlər çoxdur bu cümlə daxilində deyil. B variantımız düzgün cavabdır. 39-cu baxırıq. A clothes shop, paltar dükanı 1 düzdür. 2 clothes yəni S apostrofla verilmir. Yanlışdır. Və yaxud da apostrof ilə verilmiş. Yanlışdır. 3-dən sonra gələn isim cəmlənməli. S apostrofu ilə verilməli idi. Çünki saydan sonra gələn isim mütləq cəmlənir. Axı sayıla bilən isimdirsə. 3 days sayılmayan isimlərdə zaten sayılar işlənmir. 3 days S apostrof olmalıydı. Deməli, burada yalnız 1. Only one. Düzgün cavabdır. 40-cı testə baxırıq. Identify the correct options with plural compound nouns. Deməli, cəm mürəkkəb isimləri bizdən soruşur, düzgün variantını soruşur. Editor-in-chief, baxın, defislə düzələn mürəkkəb isimlərin söz önlüyü xüsusilə varsa, cəmlənməsi birinci hissəyə, bax, editors olmalıydı. Apostrof S ikinci hissəyə verilir. Deməli, 1 yanlışdır. 2. Lookerson, sonu R-lə bitərsə, bu zaman biz R-lə bitən hissəyə cəmlənmə verməliyik. Lookerson doğrudur. Dropout, əgər köçmüş feildirsə, biz ikinci hissəni cəmləndirir. 3 də doğrudur. Merry-go-round, baxın, Mary sifəti, biz sifətə cəm şəkilsi artıra bilməliyik, sonuncu ismi artırmalıyıq, düzdür. Sportsman cəmlənməsi doğrudur. Policeman cəm isim deyil. Policeman olsaydı, burada, policeman düzgün olardı. Deməli, 2, 3, 4, 5. Y düzgün cavabdır. 41-ci testdə bizdən düzgün variant soruşur. Mr. Hen apostrofesi olmalıdır. Cooper apostrofesi olmalıdır. Burada ailəni bildirmiş ki, biz S apostrof verək. Apostrofesi olmalıdır. Yanlışdır. Daha sonra baxırıq B variantına. We all were stunned by the young child in the room paintings. Demək deyir ki, bizim hamımız gənc uşağın deməli rəsmlərinə, otaqda olan rəsmlərindən şok olduq, təəccübləndik. Burada the young child paintings olmalıdır. In the room. The young child, deməli we all were stunned by the young child's paintings. Yəni, gənc uşağın, kiçik uşağın da belə deyək, yaşda az olan, kiçik olan uşağın rəsimlərindən biz şoka düşdük. Ona görə də the young child's paintings olmalıydı. Yanlışdır. These gigantic statues, bax, burada statue heads olmalıdır. Çünki statue artıq burada təyin rolunda olunur və bu these heads-ə aiddir. Yəni, bu nəhəng deməli, abidələrin başlarından söhbət. Abidə başları belə deyək. Abidə burada təyin rolunda olduğu üçün cəmlənə bilməz. Yanlışdır. There used to be 2 portraits of Joans. Bu doğrudur. Joan apostrofesi verilib və oflu birləşmə. Yəni, double genitivdir. Burada bir problem yoxdur. Y variantı baxır. The workload of doctors. Workload təkdə olduğuna görə biz onu dostla deyil, that of nurses verməliyik. Yəni, deyir ki, adətən həkimlərin iş yükü tibb bacılarının iş yükündən daha azdır. Yəni, biz burada müqayisə etməyə olduğumuz workload olmalıdır. Workload da tək olduğu üçün biz that of-la verməliyik. Cəm olsaydı, those of-la verərdik. 42-ci testə baxırıq. Find out the most appropriate option. Daha düzgün, ən düzgün variantı seçək daha doğrusu.
He was always thinking of Raven as a selfish one. O həmişə Raven haqqında xudbin biri kimi düşünürdü. And blame her for not understanding. Və eyni zamanda onu ittiham edirdi başa düşməməyə. Nəyə başa düşməməyə? The difficulties of his situation. Yəni onun vəziyyətinin çətinliklərini. Bir düzdür. His whole difficult situation. Onun bütün wholedan sonra nə gəlir? Deməli, yeni bir dənə söz wholedan əvvəl gəlir və wholedan sonra tek isim gəlir. Deməli, burada deyir ki, onun bütün çətin vəziyyətinə, yəni. İki də düzdür. Üçə baxıraq, ümumiyyətlə, difficulty sonunda apostrofesinin ümumiyyətlə difficulty işlənilməz. Üç yanlışdır. His situation, deməli, his situation apostrophe is difficulties. Deməli, bu da yanlışdır. The difficulties of his situation olmalıdır. Yəni, situation cansız isimdir. Biz onu apostrofesinə verək ki, yanlışdır. His all difficult situation. Bu da yanlışdır. Çünki əgər biz ümumiyyətlə his who'la veririk, amma all his olmalıdır və cəmsim olmalıydı. Çünki all ümumiyyətlə yəli bildirən sözlərdə artikeldan əvvəl gəlir, who sonra gəlir. Məsələn, the who, his who və who tək isimlə işlənir, amma all isə cəmsimlə işlənməli idi. Ona görə 5 də yanlışdır. Yəni 1, 2, A düzgün cavabdır. 43-cü testdə bizdən düzgün variant soruşur. Tom devoted his life to the study of his phenomenon. Bu da bir yanlışlığı yoxdur. Disdir və fenomen təkdə verilibdir. A düzdür. B variantına baxıraq. Gəlin elə burada məsələ fenomena məsələsidir. Fenomenə cəmdə verilir və artiklı verilir. Demək, artiklı verilibsə və xüsusilə iz xəbəri varsa, fenomenon təkdə işlənməlidir. Yanlışdır. C variantı. Acid rain and its effects are not natural phenomena. Yəni cəmləməsi bu cür şəkildə yanlışdır. Fenomenon təkdədir, cəm forması fenomena. The explosion at Tunguska is still considered weird nature phenomena. Baxın, burada Tunguskada olan partlayışdan söhbət gedir. Burada bir hadisə baş verir. Baxın, qəribə təbiət hadisəsi. Yəni biz onu niyə cəm formada verək ki? Yanlışdır. Yəni cəmdə verilməz. Çünki bir hadisədən söhbət gedir. Y varianta baxırıq. 3 out of these doctors deməli deyir ki, bu həkimlərin üçü believe in the existence of paranormal phenomenon. Fenomenanı təkdə götürürsə, deməli artikl olmalı idi. Paranormal phenomenon. Deməli yanlışdır, A düzdür. 44-cü testə baxırıq. He admitted letting them hunt only one. Ümumiyyətlə baxın, digər cəmlənə bilməz. Baxın, deyini çıxdıq. Digər cəmlənə bilməz, digər cəmlənə bilməz və təbii ki, deməli bütün variantların doğru olma variantı artıq çıxdı. Çünki biz ACD-ni seçmişik. Y variantı da ona görə avtomatik çıxmalıdır. Çünki bütün variantlar düzgün ola bilməz. Düzgün cavab B variantı da one deyə və yaxud da some deyə baxın. Çünki diyəni tək və cəmi eynidir. 45-ci testə baxırıq. Usually the workload of doctors is much greater than. Baxın, workload təkdə olan isimdir. Tək isimdir və onu biz dosuna verməyimiz yanlışdır. Təkcə ismin özü ilə verməyimiz də yanlışdır. Is much greater than that of nurses. Deməli, C düzgün cavabdır. Yəni, ümumiyyətlə bu quruluşlar tamamilə yanlışdır. Workload təkdədirsə biz burada niyə cəm formada verək? The nurse of workload, yəni bu da tamamilə yanlış quruluşdur. Yəni, the workload of the nurses olur ümumiyyətlə quruluş olaraq. C düzdür. 46-cı testə baxırıq. Which of the examples can't be written in the plural? Deyir, bax, buradakı verilən nümunələrdən hansı cəmdə işlənə bilməz. Yəni, biz bakers S apostrof və ya da doctors S apostrof şəklində verə bilmirik. Bu 1-2 ilə düzgün cavabdır. Amma məsələn, in the teacher's room, yəni bir müəllim ola bilər onun otağında və ya da müəllimlər otağı, ümumi hansı ki, müəllimlər oturur. Bax, o cəmlənə bilər. Teachers S apostrof verilə bilər. Deməli, yəni cəm şəklində işlənə bilər. Bizdən isə deyir ki, işlənə bilməz. Bilməz olanlar 1-2-də. The girls answer, yəni bir qızın cavabı, ya da qızların cavabları da deyə bilərdi. The girls S apostrof answers da cəmlənməli idi. Deməli, 3-4 yanlışdır, 1-2 düzdür. 47-ci testə baxırıq. I am in Mr. Jones class this year. Baxın, Mr. Jones, onu S ilə bitən isimdir. Həm S apostrof, həm də apostrof S ilə verilə bilər. Yəni 1 də, 3 də düzdür. Mike and Helen's new flat. Bax, bu ikisinin ortaq bir mənzilindən söhbət gedir. Apostrof S ilə verilib. Xəbərimiz də təkdədir, düzdür. My parents' house. Bax, burada house təkdədirsə niyə ar olsun ki, iz olardı. Yanlışdır. The maids cleaned the hotel's room. Ümumiyyətlə, otel otağını deyirsə, the hotel room olardı. Yəni, burada apostrof ilə verilməsi tamamilə yanlışdır. Cansız isimləri biz apostrof ilə verə bilmirik. 1, 2, 3, B variantımız bizim düzgün cavabdır. 48-ci testə baxırıq. This is your bread and butter. Bu deyir, sənin yağ çörəyidir. Yağ çörəkdən söhbət gedir. A düzgün cavabdır. This is. Yağ çörəyi vaid bir yemək kimi götürək də belə deyək.
təhdədir və ona görə this is-nə veririk. These are your bread and butter mid-timer article işlənə bilməz. Yanlışdır. This is your bread and butter. Burada ümumiyyətlə your varsa, yordan sonra biz article işlədə bilmərik. Z article da olsa işlədə bilmərik. D variantında this isə niyə is olsun ki? Burada. Deməli, yanlışdır. These are your bread cəmlənə bilməz. Butter cəmlənə bilməz. Yanlışdır. A düzgün cavabdır. 49-cu testdə bizdən düzgün variant soruşur. His mathematics is excellent. Bu yanlışdır. Are excellent olmalıdır. Çünki əgər kiminsə riyazi biliklərindən söhbət gedirsə, bu zaman xəbər cəmdə olmalıdır. Və bundan başqa da, baxın, əvvəldə əgər mathematics-dir, bax sonra x-lə bitənlər, əgər yəlik bildirən sözlərlə işlənirsə, demək o zaman xəbər cəmdə olmalıydı. Yanlışdır. He got $3 apostrofesi olmalıdır. Yəni, $3 dəyərində olan popcorn aldı, əldə etdi. Bu zaman $3 is apostrof olmalıydı. Yanlışdır. We had a nice time at Jack and Susan's last night. Baxın, C variantı burada düzgün cavabdır. Bizdə Jack və Susan gedə keçən gecə yaxşı bir vaxt keçirdi. Yəni, bunlar ortaq olan bir evdən söhbət gedir. D variantına baxırıq. They met Alice in front of the shoes shop deyil, shoe shopdur. Baxın, shoe shop. Yanlışdır. My mother-in-law is the kindest. Baxın, əgər biz burada mother-ı cəmləndiririksə, bu zaman iz verilə bilməz. Axı, iz verilibsə, deməli, sonundakı bu isə olmamalıdır. Yanlışdır. C düzgün cavabdır. 50-ci testə baxırıq. They are. Bax, 50-ci testdə əmr cümləsində, daha doğrusu nida cümləsində biz sonluğa diqqət etməliyik. Əgər it is-dirsə, tek ismi götürəcəyik. They are-dırsa, cəm ismi götürəcəyik. Deməli, fişin də tek və cəmi eynidir. Əgər biz bunu cəm kimi götürürsə, bu zaman zis verilə bilməz. Axı, zis verilibsə, deməli, təkdədir. Və təkdədirsə, biz onu they are-dan verə bilmərik. It is olardı. Colorful fish. Bəli, C variantı düzgün cavabdır. What colorful fish they are. Onlar nədir? Rəngbərəng, rəngli balıqlardır. C düzgün cavabdır. Colorful fish. Bir balığı götürürsə, onda niyə they are verək? It is verərdik də. Fish o kale, ümumiyyətlə bu yanlışdır. Çünki yenə burada da əgər təkdədirsə, biz niyə onu they are-na veririk ki? Yanlışdır. Və yaxud da ki, burada kale sayıla bilən isim daxil artikel tələb edir. Ya fish-i kale olmalıdır, ya da fish-i colors olmalıdır. Yanlışdır. C variantı düzgün cavabdır. Çünki fish-in təki və cəmi nədir? Eynidir. Bu qədər bu isim bölməmizin izahı oldu. Burada digər bölmənə ilə təkrar testlərə də rast gəldiniz, amma fərqli yeni bir testlərlə də tanış olmuş oldunuz. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Növbəti testlərin izahlarında görüşənədək.